həm də Bakı ilə Brüssel arasında olan münasibətlərə gərginliyi də yaradır. Avropa Parlamenti də bizə qarşı çıxan qətnamələrdə biz korrupsiya bulaşmış ayrı-ayrı şəxsləri görürdük, bilirdik, onları ifşa edirdik və Avropa Parlamentində olan korrupsiya qalmaqalları hər kəsə bəllidir. Yeva Kalidən tutmuş digər şəxslərə qədər hansı korrupsiya sxemlərində və mexanizmlərində iştirak ediblər, bu gizli deyil, artıq ifşa olunur. Qatargate və digər əməliyyatlar vardır, landramatlar vardır. Amma ona görə də hazırda Brüsselin birbaşa olaraq Ermənistan vasitəsilə regiona bu cür aqressivcəsinə siyasi həmlə həyata keçirməsi bu qəbul olunmazdır və eyni zamanda 8 avqust görüşünə qarşı olan bir müqavimət də adlandırmaq olar. Gələk hərbi komponentə, bu da çox mühümdür, çünki burada ümumiyyətlə bizim xalqımızın hissiyatına toxunan məsələlər sanki öz əksini tapır. Çünki terrorçu Monte Melkonyan adına hərbi akademiyanın Ermənistan və Avropa İttifaqı arasında olan bir layihə, bir təhsil müəssisəsi kimi istifadəyə verilməsi haqqında fikirlər vardır. Monte Melkonyan Türk dünyası üçün nə boyda terrorçu olduğu hər kəsə bəllidir və məhz onun adı ilə bağlı olması da bu da digər Azərbaycan tərəfində qıcıq doğuran məqamdır, narahatlıq yaradan bir məsələdir. Yəni, xüsusilə də sülh danışıqlarının getdiyi bir ərəfədə bir növ həm Ermənistanın, həm də Avropanın mövqeyini sual altına almış olmurmu? Doğrudur, çünki biz pozitiv məqamları görürük. Məsələn, vətəndaş cəmiyyəti üzvlərinin görüşü keçirilir, Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana gedir. Azərbaycanın karbidrogen ehtiyatları Gürcüstan vasitəsilə Ermənistana gedir və Gürcüstan Cənubi Qafqazda Qafqaz evi ideyası altında əlaqələrin formalaşması üçün tranzit gəlirlərindən belə imtina eləyir. Yəni bu cür müsbət abu-hava yaranan bir məqamda Avropa İttifaqı daxilində müxtəlif qrupların hesab edirəm ki, regiona bu cür soxulmaları tamamilə yol verilməzdir. Sonuncu bir məsələ də var, missiya ilə bağlı məsələ. Bəli, biz gözləyirik ki, onlara tamamilə xitam verilsin, yəni getmək əvəzinə. İndi bunun üzərində daha çox dayanıblar, deyirlər ki, daha çox qorunmalıdır, saxlanmalıdır, operativliyi təmin olunmalıdır Avropa İttifaqı mülki müşahidə missiyasının ki, ehtiyac yoxdursa, niyə bunun üzərində daha çox dayanırlar? Bu da əslində bir növ narahat edici məqamdır. Buna da nəzərə yetirilib, yəni vurğulanıb daha doğrusu həmin sənəddə. YEUMA öz funksiyalarını aşır. Biz buna əlbəttə zaman-zaman media müstəvisində binokl diplomatiyası və yaxud kəşfiyyat missiyası kimi haqlı olaraq ad qoymuşuq və məlumdur ki, onlar yalnız məlumatların toplanılması ilə məşğul olurlar. Rusiya və İrana qarşı istifadə olunurlar. Amma məsələ bundan ibarətdir ki, imzalanması gözlənilən Azərbaycan-Ermənistan sülh müqaviləsində belə bir bənd var ki, kənar geosiyasi mərkəzlər sərhəddən çəkiləcəklər. Azərbaycanda üçüncü tərəfin heç bir qüvvəsi olmadığına görə məsələ Ermənistandan toxunur və Ermənistan nəzərdə tutulur və Ermənistan ərazisindən onlar çəkiləcəklər. İndi mən elə o vaxt bu layihə ilə tanış olanda dedim ki, bunlar Ermənistanın dərinliyinə çəkinəcəklər. Yəni, müxtəlif şəhərlərdə, İrəvan, Gümrük... Paylanacaqlar, yəni bir növ, sərhəddə olmayacaq, amma daxildə olacaq. Amma o missiya müəyyən formada, başqa adlar altında qalacaq və məlumdur ki, onlar hazırda və yaxud keçmiş xüsusi xidmət orqanlarının əməkdaşlarıdır və mülki geyimdə olsalar da, müxtəlif avtomobillərdə monitorinq həyata keçirdərək missiya həyata keçirmək görüntüsü yaratsalar da tamamilə başqa məqsədlərə xidmət edirlər və bu missiyanı ayaqda saxlamaq niyyətləri də, cəhdləri də vardır. Çünki hesab edirəm ki, Avropa İttifaqının bu missiyası Ermənistan ərazisini tərk etsə, baxmayaraq ki, heç bizim ərazimizdə deyil, lakin bizim ərazilərimizdə təhdid yaradır. Bu, Cənubi Qafqazda sülh istiqamətində növbəti qələbə kimi qiymətləndirilə bilər. Nə qədər ki, onlar Ermənistan ərazisindədir, onların fəaliyyəti sülhə xidmət etmək yox, destruktiv maraqlara xidmət eləyəcək. Yəni, əslində çox suallar var bu məqamla bağlı. İndi gərək məsələnin biraz da başqa istiqaməti. İndi bu müqavilə tək tərəfli imzalanmayıb Avropa İttifaqı tərəfindən. Təbii ki, qarşı tərəfdə Ermənistandır. İndi avtomatik olaraq da Ermənistanla bağlı bir sual ünvanlayacağım sizə İlyas bəy ki, bu bəndləri qeyd elədiyi təqdirdə, bəs yaxşı, Azərbaycanla münasibəti yaxşılaşdırmağa çalışan ki, Azərbaycandan da çox istiqamətlərdə jestləri də görən, humanitar addımları da görən Ermənistan, düşünmürsünüzmü ki, həmin görüşdə, həmin müqavilənin imzalanmasında bir reaksiya verməyib ya da etiraz eləməyib bunlara? Bu da erməni riyakarlığının bir göstəricisidir. Çünki
sülh istiqamətində bu cür pozitiv bir dinamika əldə olunduqdan sonra məlumdur ki, bu erməni maraqlarına və Brüsselin maraqlarına xidmət eləyir və bu müqaviləni heç bir vəclə baxmayaraq ki, hesab edirəm ki, hətta Azərbaycanın bu istiqamətdə Ermənistana sorğuları ünvanlansa belə, çünki diplomatik kanal işləyir, baş nazirlərin müavinləri səviyyəsində və digər müstəvilərdə əlaqələr mövcuddur. Onların cavabı bu Avropa İttifaqının Ermənistana seçki qabağı dəstəyi kimi qiymətləndiriləcək və kənar qüvvələri, hibrid Ermənistan daxili ictimai siyasi sabitliyi pozmaq istəyən qüvvələrə qarşı kimi Əslində çox gözəl bir məqama toxunursunuz İlyas bəy. Maliyyə yardımı ayırdı Avropa. Bəli. Yəni bunun qarşılığı da yəqin ki bir formada olmalıydı ki onu da bunun müqabilində mi almağı düşünürlər daha doğrusu? Belə mi deməyə çalışırsınız əslində? Elə demək istəyirəm, çünki Avropa Sülh Fondu adı altında da bir institut var ki, Ermənistana maliyyə yardımları ayırır, qərəzli yanaşır. Bizim dost Macarıstan dəfələrlə bu Ermənistana bir tərəfli qaydada Avropa Sülh Fondundan maliyyə ayırmalarına qarşı çıxmışdır. Çünki Macarıstanın mövqeyi belə olmuşdur ki, eyni məbləğdə Azərbaycana da ayrılsın, mina təmizləmə fəaliyyətinə və digər məsələlərə. Amma görmürük təəssüf ki. Və bu il əvvəldən bu formadadır. Çünki elə Avropa İttifaqı Vətən müharibəsindən sonraki dövrdə diplomatik siyasi trekin formalaşması üçün niyyətini ifadə qoyanda cənab prezidentin çox sərt mövqeyi oldu ki, bərabər maliyyə vəsaiti ayrılması təmin olunsun, sonra biz Avropa İttifaqının mandatı altında danışıqlara razıyıq, sonra müəyyən formada bu paritet təmin olundu. Hazırda da hesab edirəm ki, Xarici İşlər Nazirliyinin bu bəyanatı bugün Avropanın müxtəlif geopolitik mərkəzlərində ciddi lup altında oxunulur. Azərbaycanın narahatlığı diqqətə alınmalıdır. Çünki Avropa İttifaqı zaten bugün regionda bu uğursuz diplomatiyası sayəsində özünü diskreditə etmişdir və bizi istər-istəməz Vaşinqtona aparan müəyyən səbəblər vardı. Onlardan biri də Avropanın çox qərəzli münasibəti, bir tərəfli qaydada olan yanaşmaları, 5 aprel görüşü, Biden-Blinken cütlüyünün Avropa vasitəsilə regiona nüfuz etmələri və digər məsələlər var idi ki, birbaşa olaraq cənab Trumpla olan görüş təmin olundu və bunun nəticəsində 8 avqust razılıqları üzərindən biz danışa bilirik. İndi düzdür, bu iki tərəfli dedik, Avropa İttifaqı, Ermənistan dedik, amma bu düşünürəm ki, bunun gizli bir tərəfi də var. Söhbət yəni Avropa İttifaqı deyəndə biz təşkilat nəzərdə tuturuq, amma onun bir daxilindəki başçılar var, hansı ki, ittifaqı aparanlar. Düşünürsünüzmü ki, məsələ bu dikdə, bu detallar, bəndlər, hər biri məsələ ittifaq ölkələrindən, xüsusən də bizim ağlımıza həmişə hansı ölkə gəlir? Fransa gəlir. Fransadan gəlmiş ola bilərmi bu dikdə və yeri gəlmişkən bir neçə dəqiqəmiz qalıb deyə bu məsələni də istəyirəm elə bundan bağlayaq. Paşinyan Almaniyaya gedib, orada da səfərdədir. Avropa İttifaqının digər bir başı da deyə biləcəyimiz ölkə Almaniyadır. Bu dikdə hansı ölkədən gəlmiş ola bilər? Burada Fransa ehtimal oluna bilər. Bəli, Almaniya da az deyil. Çünki Almaniya özü də artıq Avropanın təhlükəsizlik arxitekturasını qurmaq niyyətini güdür. Tək başına Brexitdən sonra Fransa ilə Almaniya arasında da siyasi, geopolitik mübarizə gedir. İqtisadi savaş da var, texnologiyalar savaşı da var. Müxtəlif komponentlərə bunu bölə bilərik. Rusiya Ukraynaya əlaqəli də ola bilərmi İlyas bəy bu müqavilədə? O fikri mən söylədim. Yəni ümumiyyətlə Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı prosesi Avropa kənardan izləyir, ofsaytda qalıb və müəyyən formada ayrı-ayrı regionlara İstəmir ki, Birləşmiş Ştatların təzyiqi olsun. Təzyiqi olsun və yaxud daha sonra bu qatar gitmiş hesab olunacaq Avropa üçün və hazırda bu cür, düşünürəm ki, bu çabalardır yalnız. Çünki hələ bu cür yanaşmalara Bakı-Vaşinqton əlaqələri nə cür cavab verəcək, bu da çox maraqlıdır. Çünki hesab edirəm ki, elə Avropa İttifaqının bu cür riyakar siyasətinə cavab Vaşinqtondan, Ağ Evdən gəlməlidir. Almaniya səfərini biraz... Almaniya səfəri də çox mühümdür, diqqətlə izləmək lazımdır. Çünki Almaniya daxilində də müxtəlif şəxslər vardır ki, ermənidən çox erməni olmağa çalışırlar. Biz Avropa Şurası Parlament Assambleyasında bizə qarşı Alman deputatın fəaliyyətini yaxşı bilirik. Mark Schwabeni nəzərdə tuturam. Yəni, bu cür ayrı-ayrı elementlər vardır ki, Almaniyada Cənubi Qafqaz siyasətində aktiv olmağa çalışır və burada təbii ki, Ermənistan vasitəsilə bu siyasəti həyata keçirmək niyyəti vardır Fransa kimi. Lakin burada da Avropa daxilində həm güclü oyuncular, Fransa, Almaniya, eləcə də bugün avroskeptizmi
əsas irəli sürən dövlətlərlə əlaqələri də biz gücləndirməliyik. Cənab Prezidentin Slovakiya səfəri də təsadüfi deyil. Çünki Macarıstan və Slovakiya ciddi surətdə Avropada gedən prosesləri tənqid edirlər, konstruktiv tənqiddən söhbət gedir. Ona görə də bizim üçün Avropa məkanında olan dövlətlərlə strateji əlaqələri artırmaq çox önəmlidir ki, bu nə qədər güclü dövlətlər olsa da, ayrı-ayrı dövlətlər bu dövlətləri tənqid edirsə, onlar da bizim yanımızda yer almalıdır. Çünki bizim mövqeyimiz beynəlxalq hüquqdan irəli gəlir. Haqlı tərəf bizik, ədalətli tərəf bizik. Ona görə də biz ətrafımızda bu cür tərəfdaşların sayını çoxaltmalıyıq. Paşinyandan bir izahat gələcəkmi Almaniyada, düşünürsünüzmü? Bu məsələ ilə bağlı təbii ki, yoxsa Ermənistana qayıdandan sonra mı? Yəni bir izahat açığı biz gözləyirik Ermənistan tərəfdən də. Mənə elə gəlir ki, bu izahat tələb olunacaq. Hətta Paşinyan da olmasa, Xarici İşlər Naziri, Baş nazirin müavini hansı şəxslərlə ki, Təhlükəsizlik Şurasının katibi bizim təmaslarımız var. Bu izahatlar təmin olunacaq hesab edirəm və ola bilsin ki, Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış fikirlərə Paşinyan da mövqe bildirdi. Artıq onun üzərindən biz Ermənistanla olan münasibətlərimizə də yenidən baxa bilərik. Təşəkkür edirəm. Minnətdaram İlyas bəy təhlilləriniz üçün. Politoloq İlyas Hüseynov qonağımız idi.